Salam dostlar, hər kəs salamlayıram. NATO zirvəsi Türkiyədə başladı artıq. Trump da gəldi. Trump'ın NATO ilə bağlı ikinci dəfə seçildikdən sonra mütəmadi olaraq danışdığı və narazı olduğunu hamımız bilirik. Və hətta Trump'ın NATO zirvəsinə qatılmaması üçün Yahudi lobbisinin var gücü ilə hərəkətə keçdiyi, istər əllərindəki media vasitəsilə bu görüşə qatılmaması üçün mücadilə verdiyini də bilirik. Amma Trump bu zirvəyə qatıldı və səbəb kimi də Erdoğan'ı göstərdi və güclü bir lider, dostum dedi və çox önəmli mesajlar verdi. Zaten Türkiye'de çok güzel hazırlaşıb, eyni zamanda Avrupa'nın qorxulu rüyası olan Osmanlı'nın en güclü ordusu sayılan Yeniçeri askerlerinin giysileriyle karşıladılar Trump'ı. Trump da Türk dilində selam verdi və eyni zamanda onu Osmanlı marşıyla karşıladılar. Əslində verilən mesajlar önəmlidir. Trump'ın da ilk açıklamalarında Türkiye'ye karşı yaptırımları kaldıracağı ile bağlı verdiği mesaj artık bu son olmalıdır deməsi, ama bunun ardınca İsrail medyasının hərəkətə keçib Amerika ilə Türkiyənin birlikdə İngilizlərə qarşı bir asker ordu quracaq kimi bir fikir ya da Avropa ilə birlikdə əslində ortalığı qarışdırmaq istəyir ki, İngilizlərlə də Türkiyənin münasibətləri yaxşı. Əslində Türkiyə yeni dünya düzəninə keçid ərəfəsində bütün ölkələrlə o bariyeri çox yaxşı saxlaya bilir. Biz də yaxşı bilirik ki, bütün tarixin hər zamanında yeni dünya düzenine addım atarken doğru siyaset yürüdə bilən, boşu-boşuna savaşlara girip qırğınlara sebep olmayan, günahsız yere insanları öldürmeyen ölkələr yeni dünya düzeninde söz sahibi olurlar. Ya da mesela girdimsə savaşın birinin qalibi olmalısan. Və Türkiyə əslində qansız qədasız yeni dünya düzenine gedir. Hətta İsrailin Marif qəzeti belə yazır. Deyir ki, Erdoğan hiçbir savaş vermədən və hiçbir qan tökmədən, bir itki belə vermədən yeni Türk imperatorluğunu qurur. Yəni bu çox önəmli mesajlardır, amma mənim diqqətimi çəkən bir şeydir. Mən bugün axşam qeyd edim ki, YouTube kanalımda bunu geniş ətraflı danışacağıq və Azərbaycanlı siyasətçi, çox da sevdiyim, dəyər verdiyim Sərdar Cəlaloğlu ilə bunu danışacağız. Sərdar bəy həm yaxşı aydındır, həm mütəfəkkirdir, həm siyasətçidir, həm həkimdir. Yəni